TikToker İlduzə Hacıyevanın Arzumun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Doğru Xəbər Azərbaycan xəbər verir ki, Xəzər rayon məhkəməsində keçirilən sonuncu iclasda əvvəlcə vəkillər müdafiə çıxışı edib. Arzum isə son sözünü deyib. İlk gündən özümü təqsirli bilmirəm. Kimsə yüksək sürətlə yanımdan keçib qəza edəcəksə, mən niyə təqsirli olmalıyam? 6 aydır səbəbsiz yerə uşaqlarıma həsrət qalmışam. Məhkəməyə inanıram. Ədalətli hökm çıxarılacağına ümid edirəm. Daha sonra hökm elan edilib. Məhkəmə xanım müttəhimi ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə və hadisə yerini tərk etməkdə təqsirli hesab edib. Hökmə əsasən Arzum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. TikToker elə məhkəmə zalınca həbs olunub. Məhkəmə bu hökmü çıxararkən törədilmiş cinayətin ağır nəticələrini, habelə zərər çəkmiş tərəflə barışığın əldə olunmamasını yüngülləşdirici halların tətbiqinə mane olan amil kimi qəbul edib. Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Mərdəkan qəsəbəsində baş verib. Belə ki, gecə yarısı Çanqan markalı avtomobili idarə edən Arzum sola dönmə manevr edərkən arxadan gələn Mercedes markalı avtomobillə yandan toqquşub. Nəticədə Mercedes idarə etmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü 29 yaşlı Amal Məlikov elə hadisə yerindəcə ölüb, onun həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarətlər alıb. Arzum isə qəza baş verdikdən sonra zərər çəkmişləri köməksiz vəziyyətdə buraxaraq hadisə yerindən qaçıb. O eyni gündə Almaniyaya gedib. Həmin ölkədən heç nə olmamış kimi TikTok fəaliyyətinə davam edib və oynaya-oynaya videolar paylaşıb. Gəncədə 29 yaşlı şəxs bıçaqlanıb, hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb. Belə ki, 1997-ci il təvəllüdlü Aleksandr Kanalinka bıçaq yarası ilə Gəncədə yerləşən xəstəxanaların birinə gətirilib, ona ilkin tibbi yardım göstərilib. Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi ilə bağlı araşdırmalar aparılır.